Deyirlər ki, Şəbnəm Naibli ayrılıqdır. Nə məsələn? Yox, bu ümumiyyətlə bu məlumat sizdə hardandır onu mən bilmirəm. Elə danışırlar. Yox. Yəni davam eləyir evliliyiniz. Nə sualdır ki, siz mənə verirsiniz? Yəni biz bura gəlmişik özümüzdən danışmağa. Yəni bu sual. Sizdən danışırıq da. Yəni mənim evləndim və yaxud da ki ayrıldım, bunun kimə nə ədiyyəti var ki belə baxanda? Yəni oturub mən insanlara mı özümü sübut eləyəcəm? Niyə aqressivləşirsiniz Şəbnəm xanım? xanım? Yox, aqressivləşmirəm, amma demək ki, deyilənlər doğrudur deyə siz aqressivləşirsiniz. Şəkildə davam edə bilərik sadəcə olaraq. Yəni bunun nə ədiyyəti var? Yəni ilk sualdan siz bu qədər aqressiv cavab verdinizsə, bu müsahibə çətin uzun çəkər. Sualına belə cavab verirəm. Aha. Həyat yoldaşımla bir yerdəyəm, ayrılmamışam. Ayrılmaq kimi də bir niyyətimiz yoxdur. Yəni belə. İsbat eləyə bilərsiniz bir yerdə olmağınızı. Necə isbat edeyim? Bu isbat olunacaq bir şey deyil ki, deyirəm ki, məsələn zəng eləyə bilərsiniz həyat yoldaşınıza. Biz də əmin olaq ki, hal-hazırda heç bir ayrılıq yoxdur. Mən evləndim, dedilər ki, evlənmədi. Yalandır. Yalandır, gözdən pərdə asmaq üçündür. Gah dedilər həyat yoldaşı sadəcə olaraq bir fiqurdur onun həyatında. Yəni mənim doğrudan da çox normal bir evliliyim var. Gözəl bir münasibətim var. Sözsüz ki, hər kəsin münasibətində problemlər olur, enişlər olur, yoxuşlar olur, problemlər yaşanır. Ailə daxilində bəzən gətirib ayrılıqlara çıxarda bilir. Yəni bildiyiniz kimi bu mənim ikinci evliliyimdir. Bəli. Və bu siz efirlərin birində çıxdınız, sənət də göstərdiniz. Bəli. Mən sənət də göstərdim. Yəni indi deyirsiniz ki, ayrılmağımız nə verəcəkdir? Siz bütün münasibətlərinizi təsdiqləməyə sanki çalışmısınız. İndi izləyicilər yazırlar ki, bunların arasında ayrılıq var. İndi biz də istəyirik ki, yenə təsdiq edəsiniz. O vaxt gah dedilər kiminsə ərini əlindən alıb. Gah dedilər bu bunun sponsorudur. Gah mənim həyat yoldaşımla aramda 16 yaş fərq var idi. Bunu çox böyük problemə çevirdilər, amma halbuki az yaşlı qızlar var ki, 16-17 yaşında qızlar var ki, 30 yaşında oğlanlarla, 32 yaşında oğlanlarla evlənirlər. Yəni bunların adını çəkən yoxdur. Biz biraz göz önündəyik deyil, hər kəs çalışır ki, bizim həyatımızı müzakirə etməyə. Yəni ümumiyyətlə hər zaman, hər dövr, yəni cəmiyyətimiz az yaşlı qızların ailə qurmağının əleyhinə olub. Əleyhinə ola bilər, amma reallıqlar var. Yəni bugünkü günə də həmişə çalışılır ki, bu şeylər olmasın. Az yaşlı qızlar ailə qurmasın. Tək mən deyiləm ki, özündən yaşlı böyük kişi ilə evlənən. Cəmiyyətdə yetəri qədər belə qadınlar var. Yox, indi siz göz önündəsiz də. Sizin həyatınız, sizin yaşamınız izləyicilər üçün maraqlıdır. Çünki siz sosial şəbəkələrdə də aktivsiz, aktiv paylaşımlar edirsiniz. Mən sosial şəbəkələrdə həyat yoldaşımla bağlı heç bir paylaşım eləməmişəm. Yox, ən çox gəzintilərinizdən paylaşımlar edirsiniz, bəli. Və maraqlıdır da izləyicilər üçün. Ona görə müzakirə eləyirlər. İndi zəng eləyə bilərik sizin həyat yoldaşınıza? Əslində bunu eləməyə bilərəm. Amma bunu niyə eləyirəm? Çünki mənim ailəmlə bağlı olan suallar mənə doğrudan da çox böyük qıcıq verir. Yəni bu həyat yoldaşımdan ayrıldığım üçün yox, sadəcə olaraq hər dəfəsində məni sanki ailədən vurmağa çalışırlar, həyat yoldaşımdan vurmağa çalışırlar. Ona görə mənə açığı çox pis təsir edir bu şeylər. Amma belə əgər ki bu sübuta yetiriləcəksə mənim həyat yoldaşıma zəng eləməyə, mən bunu eləyə bilərəm. Məncə bu danışıqların, bu şayələrin bir ağzı yumular da. Yəni burada isbat eləyə bilərsiniz də. Buyurun, bu sizin telefonunuz. Mikrofona yaxın tutarsınız, zəhmət olmasa selektora qoyarsınız. Zəng eləyim durduq yerə, mən buna nə deyim indi? Zəng eləyin, elə hal əhval tutun. Deyin, mən çəkilişdəyəm, istədim görüm necəsən, işlərin nətər gedir, hardasan? Ha, yaxşı. Evimizdə təmir işləri gedir bu arada. Onunla bağlı soruşuram. Aha, bəli. Mikrofona zəhmət olmasa yaxın tutarsınız. Telefona cavab vermir. Cavab vermir. Mən yığdım, mən günahım deyil ki, cavab vermir. Cavab vermirsə demək burada nəsə var. Danışılanlar hardaysa həqiqətə uyğun. Alo. Həyatım, nə edirsən? Geldim. Ha, ustalar gəldi. Ha geldik, taksiye kapıyorum ha. Ha, tamam, yaxşı. Danışarıq. Ha, sen ne yaptın? Heç, mən işim var, yığaram səni. Öpürəm. Tamam. Yəni normal danışıq oldu. Yəqin ki, bununla da artıq bu söhbət bağlanır. Şayələrə son qoyulsun. Çünki
bilirsiniz, bir müddətdən sonrasında ailədə bəzi şeylər əksilə bilər. Amma ailədə hörmət qalmalıdır və ailə daxilində, yəni ailəni insan qurmur ki, onu hər xırda səbəblərdən ötürü dağıtsın. Yəni yaxınlar bilir, bilənlər bilir ki, mən xəyanətə də məruz qalmışam, xəyanətlə də üzləşmişəm, çox səhvlərə göz yummuşam ailəmi qoruyub saxlamaq üçün. Və ondan sonrasında hansısa bir xırda səhvlərdən və yaxud da xırda bir problemlərdən ötürü ailəmi dağıtmaq üçün bir niyyətim yoxdur mənim.